Salam müəllimlər, salam şagirdlər. Deməli, belə bir sual hazırlamışdım. 25 sual hazırlamışdım ki, istəyirəm bu onların izahını verəm. Başlayaq birinci sualdan. Onlulara qədər yuvarlaqda 70 alınan neçədir var? Ümumiyyətlə, bu ədədlərin sayını tapmaq üçün onlulara qədər deyirsə, 70, 50, 60 fərq yoxdur. Bunların sayını tapmaq üçün sadəcə 10 çıxılsın 1. Cavab olacaq 9. Yəni, bir-bir saymağa ehtiyac yoxdur. Baxaq 2-yə. Yüzlərə qədər yuvarlaqlaşdığında 800 alan neçədə var? Yenə də eyni qayda. Yüzlərə deyirsə 100-dən 1 çıxıram. 100 çıxılsın 1, cavab olacaq 99. Sonra 3-ə baxaq. Minlərə qədər yuvarlaqlaşan 9000 alınan neçə ədəd var? Yenə də eyni qaydadan. Minli deyirsə 1000-dən çıxıram 1. Yəni 1000 çıxılsın 1, cavab olacaq 999. Baxaq 4-ə. Onlulara qədər yuvarlaqlaşanda 40 alınan ən kiçik və ən böyük ədəd tapın. Ümumiyyətlə, onlara da yuvarlaqlaşanda 40 alınan deyirsə, ən kiçiyi 35-dir, ən böyük də 44. Və bunlar istəyir sadəcə bunlar 35 və 44. Sonra 5-ə baxaq. Yüzlərə qədər yuvarlaqlaşanda 1200 alınan neçə natural ədəd var? Baxın, 1204 rəqəmi ola bilər, amma çaşdırmasın. Yüzlərə qədər deyirsə, həm də ki, görürsə, sonunda 2 dənə 0 var. Demək, yüzlərdən söhbət gedir. Sayını tapmaq istəyirsə, 100 çıxılsın 1. Cavab olacaq 99. Deməli, 6-cı sualda nə deyir bizə? Minlərə qədər yuvarlaqlaşanda 3000 alınan ən böyük ədəd tapın. Ümumiyyətlə, minlərə qədər deyirsə, ən kiçik tapmaq üçün 5 çıxarıq. Alacaq 3000-dən 5 çıxanda 2500 qalır. Ən böyük ədəd tapmaq üçün isə üzərinələri 499 olacaq 3499. Həqiqətən bu minlərə qədər yuvarlaqlaşdıranda 3-ü gör sağı 4 olduğu üçün deməli cavab neçə olacaq? 3000 kimi qalacaq. Sonra baxaq 7-yə. Onlulara qədər yuvarlaqlaşdıranda 60 alınan İki rəqəm ədədlərinin neçəsinin təşkil mərtəbəsinə 7 var. Onlara da yuvarlaqlaşdıranda 60 alınırsa, ən balaca 55-dir, ən böyüksə 64. Bunların təşkilində 7 olan bir dənə hansı ədəddir? 57-də, 55, 56, 57. Demək, bir dənəsinin təşkilində 7 olacaq. 8-ə baxaq. Yüzlərə qədər yuvarlaqlaşdıranda 200 alınan ən kiçik və ən böyük ədəd tapın. Yüzlərə qədər söhbət yerində ən kiçik istəyəndə 50 çıxarıq, ən böyük isə 49 gəlirik. Ən kiçik olacaq 200-dən 50 çıxanda 150 qalır. Ən böyük istəsə 200-ün üstə 49 yer olar 249. Sonra baxaq 9-a. 5 A3 ədədini yüzlərə qədər yuvarlaqlaşdıranda 5 alınırsa, A rəqəminin ala biləcək qiymətləri tapın. Baxın, yüzlərə qədər deyirsə, dərhal 5-in altına xətt çəkirəm. Onu sağla baxın. Bu demə nə alınır? Deyir ki, 500 alınır. Deməli, ədəd kiçikdir. Deməli, 5-in sağındakı hansı rəqəm imiş? 0, 1, 2, 3 və yaxud da 4. Bu qiymətlər ala bilərmiş ki, bu artmasın. Sonra ona baxaq. 7A9 ədədində yüzlərə qədər yuvarlaqlaşanda 800 alınır. Baxın. Bunu yuvarlaqlaşanda 800 alırsa, A-nın ala biləcək qiymətləri tapın. 7-nin sağındakı rəqəm 4-dən böyük olmalıdır. Ya 5 olmalıdır, 6, 7, 8 və 9. Bu qiymətlərdən birini ala bilərmiş. Sonra baxaq 11-ə. 2A4 ədədində yüzlərə qədər yuvarlaqlaşanda 3 alınırsa, A rəqəminin ala biləcək qiymətləri tapın. Yəni, eyni qayda ilə. Baxın, 2A4-dür. 3 alınırsa, 2-nin sağındakı rəqəm nəymiş? 4-dən böyükdür. 5, 6, 7, 8, 9. Bunlardan birini ala bilərmiş. 5, 6, 7, 8 və yaxud da 9. Baxaq 12-yə. 4 ayətdə ədədində yüzlərə qədər yuvarlaqlaşanda 500 alınırsa, A rəqəminin ala biləcək qiymətləri. Yəni, eyni qayda ilə. 5 sonrası ədəd artırda 4-ün sağındakı 4-dən yuxarı qiymətlər almalıdır. 5, 6, 7, 8, 9 qiymətlərini ala bilər. Baxaq 13-ə. 5 A2 ədədinin yüzlərə qədər yuvarlaqlaşanda ədəd 38 vayda artırsa, A rəqəmini tapın. Baxın. 5 A2 bunu yuvarlaqlaşanda yüzlərə qədər ya 500 olmalıdır, ya 600. Deyir ki, ədəd artır. Artırsa deməli nə olur? Artır olur, 600 olur. Düzdür. Bu ədəd olub 600. Və deyir ki, 38 vayda artır. Nəyin üzərinə 38 yazsam 600 elər? Bunu tapmaq üçün 618 çıxıram. Qalacaq 562. Deməli, burada baxın, 5A2 ədədi 562 imiş. A neçə oldu? A deməli 6 imiş. 14-ə baxaq. 3A5 ədədinin yüzlərə qədər yuvarlaqlaşanda ədəd 45 vayd artırsa. 3A5'dir. Ya 3 olacaq, ya 400. Deyir artırsa demək olacaq 400. Düzdür. Bu ədəd 400 olub. Amma deyir 45 vayd artıb. 400-dən çıxıram 45-i. Görüm neçə imiş əvvəlcə? Əvvəlcə 355 imiş. A rəqəm neçə imiş? Cavab 5. Baxaq 15-ə. 8A1 ədədinin yüzlərə qədər yuvarlaqlaşanda ədəd 21 vayd azalırsa. A rəqəmini tapın. 8A1 ədəd düzdür. Bu azalırsa neçə olar? Yəni yüzlərə qədər yuvarlaqlaşırsa, bu ya 800 olmalıdır, ya da 9. Azalıbsa olub 800. Və deyir ki, 21 vayd azalıb. Yəni hansı ədəd 21 vayd azalsam 800 olar? Bunu tapmaq üçün 800 üstünə 21 gələrəm. Deməli, ədəd 821 imiş. A-nın yerində 2 dururmuş.
Baxa bərabərçilərə sadə suallardır. X plus 5 böyüdür 12 olarsa x-in alabiləcəyi ən kiçik naturalları tapın. Sadələşdirən olacaq x böyüdür 12 çıxılsın 5-dən. Yəni nə alınır buradan? X böyüdür 7-dən. X 7-dən böyüksə ən kiçik qiymət nə ola bilər? Ən kiçik qiymət 8 ala bilər. Baxaq 17-yə. A çıxılsın 7 kiçikdir 9-dan. A çıxılsın 7 kiçikdir 9-dan. Sadələşdirən olacaq. 7-ni ataq digər tərəfə. A kiçikdir 7 plus 9 16-dan. A 16-dan kiçiksə ən böyük hansı qiymət ala bilər? Ən böyük əlbəttə ki 15 ola bilər də. Baxaq 18-ə. 3 plus y kiçik bərabər 15 olursa y-nin alabiləcəyi ən böyük asal qiymət tapın. Baxın 3 plus y kiçik bərabər 15. 3-ü ata digər tərəfə nə olacaq? Y kiçik bərabərdir. 15-dən çıxıram 3 qalır 12. Y 12-dən kiçik bərabərdir. Deməli ən böyük qiymət nə ola bilər? Yəni 12 və ondan kiçik ala bilər. Ən böyük hansı olacaq? Cavab elə olacaq 12. Baxaq 19-a. M çıxılsın 4 böyük bərabər 8 isə M-in alabiləcəyi ən kiçik natural qiymət tapın. Baxın, yenə də eyni sualdır. M çıxılsın 4 böyük bərabər 8. 4-ü ata digər tərəfə. M böyük bərabərdir 8 plus 4. Yəni nə olur? M böyük bərabər 12. Düzdür. Ən kiçik qiymət nə olacaq? Elə 12-nin özü olacaq. Çünki 12 və digər qiymətlər var ki, ən kiçik 12 olacaq. Digər suala baxaq. 2x kiçikdir 18-dən. Yəni hər tərəfi 2-yə bölsə nə olur? Burada alınacaq ki, x kiçikdir 9-dan. Və x-in alabiləcəyi ən böyük qiymət 9-dan kiçiklər hansısa 8, 7, 6, 5, 4 və s. Mən ən kiçik hansı oldu? Üzr istəyirəm, ən böyük qiymət nə oldu? 8 olacaq. Baxaq 21-ə. 5 plus b böyüdür 11-dən. Yenə eyni qaydanın 5 ata digər tərəfə. B böyüdür 11 çıxılsın 5-dən. Yəni nə alınır? B böyüdür 6-dan. B 6-dan böyüksə ən kiçik qiymət neçə olar? Ən kiçik 7 qiyməti ala bilər. Baxaq 22-yə. N plus 9 kiçik bərabər 20. Deməli nə alınır buradan? 9 ata digər tərəfə. N kiçik bərabər 11 olacaq. Düzdür. N 11-dən kiçik bərabər. Yəni nə deməkdir? 11, 19, 8 və s. qiymətlər ala bilər. Ən böyük hansı olar? Ən böyük cavab elə olacaq 11. 23-ə baxaq. 14 çıxılsın k böyüdür 6-dan. Baxın. Burada biz diqqətli olmalıyıq. 14 çıxılsın k böyüdür 6-dan. K-nı atay sağa, 6-nı yetirək sola. Nə olacaq? 14 çıxılsın 6 böyüdür k-dan. Deməli 8 böyüdür k-dan. Düzdür. Bunun bir sadələşdirmə nə olacaq? K kiçikdir 8-dən. Eyni ifadədir də. Çünki bizə məhsulu sol tərəfə atmaq lazım. K 8-dən kiçikdirsə, K-nın alabiləcəyi ən böyük natural qiymət tapın. K 8-dən kiçikdirsə, ən böyük hansı qiymət ala bilər? Yəni 7, 6, 5 və s. bu qiymətlər var ki, bunun ən böyük nə olacaq? 7 olacaq. Baxaq digər suala 24-də. 4A böyük bərabər 16. 4A böyük bərabər 16. Hər tərəf 4-ə bölsəm nə olacaq? A böyük bərabər 4 olacaq. A 4 və digər qiymətlər ala bilər. A-nın alabiləcəyi ən kiçik qiymət nə olacaq? 4 özü olacaq. Baxaq sonuncu suala. 25 çıxılsın x kiçikdir 10-dan. Eyni qaydadan 25 çıxılsın 10 kiçikdir x-dən. Sadələşdirmə nə olacaq? 15 kiçikdir x-dən. Yəni bu nə deməkdir? X böyüdür 15-dən. X 15-dən böyüksə hansı qiymətlər var? 16, 17 və s. Ən kiçik hansıdır? Cavab olacaq 16. Çox sağ olun.